Banu'nun adını diline getirme. Nə dəyişəcəm Murad mənim? Siz elə bilirsiniz ki, mən Banu'ya olan sevgim azalacaq. Çalış azalsın. O sevgini de içinde öldür. Həyatda sevməkdən xeyirli nəsə var mənim? Bu şeyi siz məndən yaxşı bilirsiniz axı. Mənim siz də sevirsiniz. Bütün qadağalara baxmayaraq sevirsiniz mənim. Gizlin ola sevirsiniz. Mən də sevirəm, siz də. Sen niye öz ömeğiyle bir tutursan? Mən kiməm ki özümü sizlə bir tutum? Özümü yox. Amma sevgimi tuturam. Sevginin azı çox olmur ya Murad müəllim. Ya sevirsən ya da sevmirsən. Ölürəm ya mən mənim. Siz de sevirsiniz, mən də. Hə. Ama seninle benim farkım var. Benim sevgim ne mersinə, ne de yalandan başladı. Diyeyim onu bilesen. Müəllim, İnci heç vaxt yalan danışmamısınız. Ya da əminsiniz ki, heç vaxt danışmayacaqsınız. Müəllim, biz canımızı, malımızı özümüzdə sığortalaya bilirik. Ama həyatımız heç vaxt. Mənim həyatım qəza ilə başladı. Və onun cəzasını ödəyirəm. Mən əmin olun ki, ömrümün axırına qədər də ödəyəcəm. Həyatımı geri qaytarmaq istəyirəm. Əgər icazə versəz. İcazə vermirəm başqa. Onda olar siz icazə verənə qədər sizdən icazə istəyim. Xeyr. Vaxtımı boş yerə xərcləmə. Murad müəllim, mənim vaxtımda ona qurbandı. Həyatımda. Siz icazə versəz də, verməsəz də. İcazə vermirəm. Dedim də sənə. Başqa? Heç də. Eşidirəm. İnci sakitləş, sonra danışarıq səndən, yaxşı? Fikirləşmək üçün bəhanə axtarırsan. Sən mənə de, Muradla aranda nə olub? Yaxşı. Sən mənim sualıma cavab ver. Sən Murada inanırsan? Yenə sual, yenə sual. Ya sən mən dərsdə deyilik. İnci, mən istəmirəm sən pis olasan. O şeiri sana Murad yazıb, ha? Hə. O yazıb. Bilirdim elə, bilirdim. Nə bilirdin sən? Nə bilirdin sən? Murad'ın məni aldattığını. Hə, aldatdı. İkiniz də gözümün içine baxa-baxa... Hə, İnci, aldatdıq. Aldatdıq, düzünü demədik. Düzünü demədik ona görə ki, bizim çox pis keçmişimiz olub. Sus, danışma sən. Yox, niyə? Niyə sən sual vermirsən? Axıra kimi qulaq as da.
İstəmirsən? O şeiri Murad yazıb. Amma məni sevdiyinə görə yox. Necə yəni? Muradın yaxın dostundan mən sevgili idim. O vaxt Murad şeirlər yazırdı, həvəskar kimi. Dostunun xahişi ilə şeir yazdı. O da o şeirlə mənə öz sevgisini elan elədi. Sonra nə oldu? Heç sonra biz onun dostundan sevgili olduq. Bütün universitet bizim sevgimizdən danışırdı. Bəs Muradın dostlar dadı. Öldü. Mən onu attım. O da dözə bilmədi. Ayda. Mən də sizin haqqınızda nə fikirləşdim. Bağışla yatsın. Yox, bağışla demə. Demək ona görə Murad sənin haqqında danışmaq istəmir. Murad mənə nifrət eləyir. Düz deyir. Gülşen. Gülşen Hanım. Aydan. Kızım. Sen dene. Gülşen zəngiləmişdi Mahir. Nömrəsini ver. Nömrəsini ver, mən zəng eləyim. Yoxdu nömrə. Gizdən yığmışdı. Qayıtmayacaq Mahir. Gülşen qayıtmayacaq. Necən qayıtmayacaq? Hə? Bəs mən? Hə? Elə tək səni fikirləşib getdi. Aydan. Aydan qurbanım, denən ki zarafat eləyim. Denən ki Gülşen qapıdadır, səni gözləyir. Denən ki anamın bir sözünə görə səni atıb getməyib. Mahir bəsdir. Sen karışma! Sen karışma. Mahir. Başa düşürəm mən səni. Sən də məni başa düş. Sənin qədər pisəm. Bacı kimi idi o mənə. Mənə qalan nə oldu? Bir dənə gizli zəng gəlməyəcək. Bu qədər bezdi. Hamıda. Hər şeydən bezdi Mahir. Benden de bezdi. Ha? Benden de bezdi ha? Ben ahmaq. Ben de onun üstüne kışkırdım. Ben heyvan ona ağzıma gelen dedim. Elə fikirləşmə. O bilirdi belə olacaq. Özünü çoxdan hazırlamışdı. Bəs mənə də hazır yerdə. Mənə də öyrədərdi də bunları. Niyə öyrətmədi ha? İndi özünü özünə öyrət. O belə istədi. Çıxdı getdi. Universitetdə dayandıracaq. Uzaq qohumları gildədi. Heç ümumiyyətlə bu şəhərdə deyil. Gözləmə Mahir gəlməyəcək.
Oğlum ne oldu? Bırak məni. Bırak məni. Sənin oğlun öldü. Eşitdin məni? Mahir adlı oğlun öldü. Mən bir daha ayağım bu xarabaya dəyməyəcək. Oğlum. Qurban olum elə demə. Nə deyim bəs, hə? Nə deyim? Sən mənim canımı yandırdın. Canımı yandırdın. Gülşən gəlməyənə qədər sönməyəcək. Eşitdin məni? Sənin də canın yansın. Onda mənə başa düşəcəksən. Oğlum. Mən ölməmişəm. Bəs sən kimsən? Babam, nənəm hanı? Ha? Sən kimsən ki? Ülvi, sən də ölmüsən, ha? Da ölür desə o səhd ölər də. Sənin adam dil tapar, ha? Səndən dil tapmaq olar. Ölməmisən, qorxma. Hər şey yaxşıdır. Birazdan da evə gedəcəksən. Birazdan evə gedə bilərəm. Səsin oldu mən öləm. Ölməmişəm də mən, ha? Dəqiq. Deyir, o belə düz başıma daş düşsün. Başıma daş düşsün, dincəlin. Dincəlin. Nüsrət, bax it də olsan, qurt da olsan, sənə görə pis olduq. Boş danışma, ha? Elə Fikon uzbatından getdim mən. Qoy ev yox, qoy elə bilsin ki ölmüşəm. İt kimi peşman olsun qoy. Nüsrət, düz deyirsən, o Fikonun dərsini vermək lazımdır. Boş çələnliysən, ya. Müəllim o da, biz nətər dərs verək? Alırsan da şit danışmaqdansa, bir dəfəlik ölərdin gərək. Nətər ölməyəm mən. O bir dəqiqə. Bəlkə yenə öləsən, hə? Başım qarab değil mi? Ya başıma hava gəlib, niyə ölürəm ki? Allah Fikon dərsini verək də. Gələnə deyim ki, Nüsrətin halı çox pisdir. Hə? Qoy cəzasını alsın da. Sən giz yerinə qoyaqam. Alayəri. Ay yox, mən gülmək tutar özüm ölüm. Gülərəm, hep sən nə gülərəm. Allah özüm ölüm, bir dənə səni vuraram. Gülmə özünə əsrət qalarsan, eşitdin? Gözlərimi yum. Yum da gözlərimi. Yox, mən niyə vurursan ki, mən neynəmişəm ki? Allah yum gözlərimi. Allah sağ qurbanım. Öl öldüyün yerdə, eşitdin? Gəlirəm. Mən ölmüşəm birdən ki. Allah öl öldüyün yerdə deyirəm. Sən ölənmirəm. Allah öl də deyirəm sənə. Mən gömləyə məşqim gözəl. Belə alım, belə qoyaq. Nəfəsin gəlməsin, eşitdin? Belə qoyunlar. Gəlməsin nəfəsin, öl. Okey. Öl. Nətər ölməyə, bekar qalmayıb da, ölmək vaxtı. Necədir Nüsrət? Hə? Nüsrət ayılmadı. Ayılmadı Nüsrət. Necə yəni ayılmadı? Nə danışırsan sən? Necə ayılmadı? Para verin. Yazıq Nüsrət. Allah bir dəqiqə də, bir dəqiqə. Allah Nüsrətə heç nə olmuyor. Top kimidir ya. Ama bir dəqiqə. Fikon başına oynatacaq. Onun bize verdiği cezaya göre onu peşman eləyəcək. Alayəri. Süper. Ölürəm də bu temalar. Çaqqal ölmədi. Allah onda ölən sifət var. Kömür öldü mü? Allah gəl. Nüsrət. Oğlum. Nüsrət. Aç gözlərini.
Eşidirsən məni? Nusret, mənəm Fikrət müəllimim. Eşidirsən? Nə istəsən eləyəcəm. Nusret, istəyirsən 4 ildə səni oxumamış imtahanlardan keçirəcəm. Bircə gözlərini aç. Hə? Nusret. Fikrət müəllim. Heç nə eşitmir o. Heç nə eşitmir. Müsi, açsa gözləri, gör dostlarım necə ağlayır. Ay Nusret, sen olmasan bizim grubumuzun şiti kim olacak? Ay qız. Səsinizi kəsin də. Xəstəni narahat eləməyin. Nusret. Oğlum, aç gözlərimi. Nusret. Fikrət müəllim. Mənəm Fikrət müəllimim. Fikrət müəllim. Bayaq həkim gəlmişdi. Dedi elə travma alıb ki, daha düzələn iş deyil. Dedi aparın evə. Nə ömrü var, qoy evdə yaşasın. Bugün sən mənə yenə də uşaqlığıma qaytardın. Kaş bacım yox, qardaşım olaydı deyə yenə də düşündüm. Sən məni yerə sürübdün. Sən nə vaxt böyüdün bana? Nə vaxt? Aç gözlərimi bilirəm yatmamsan. Ama gözümün içine bakıp elə bir söz dinən ki, bundan sonra da gözümün içine baka biləsən. Bağışla. Bağışla beni. Bu sözü çox demisən. İndi mənə ondan danış. Kimden? Ürək və uğurlayan əzlafdan. Gizlində üzüyünü parmağında gəzdirdiyin əzlafdan. Qurban olum. Heç olmazsa axırıncı dəfə icazə ver. Onu görüm, sağlaşım ona. Nəfərsən, avarını yox. Neyinirsən? Mən yaxşıyam da. Uşaqlar haradadır? Sən xəbərin yoxdur. Nüsudla tikintidə yıxılıb da. Uşaqlar gəliblər onun yanında xəstəxanaya. Nə danışırsan sən? Mənim dünyadan xəbərim yoxdur ki. Ay qız, nə işləyib boş ver, pis adam heç nə olmur. Sən mənə bağımdan danışdan olar. Muradla danışa bildi, nə dedi? Tural, ay Tural. Nə bax, hər şeylə bağımdan danışma. Tural, ay Tural. Ha, Tombik, imkan ver də. Rüstəm, mənim başım çıxmır, sən bizim qrup yoldaşımızsan. Yoxsa bu fetçisən, ay ged işinlə məşğul ol. Baş üzə daş düşsünsün, daş. Elə bir tərs tərəfdən qalxıblar ya bu günləri. Ala yer yesən, ala yer yed. Hə, danışdım Muradla. Muradla görüşə bilsəm danışacağam. Bu aralar bizim də aramız yaxşı deyil. Və görürsən, soruşarsan da nə olar? Bağımını soruşun, Allah xahiş edirəm. Murad indi dərsə gəlməlidir.
Gedim, danışam. Mütləq bağımlı soruş, mənə xəbər elə. Bax, sən Muradla mənim aramı düzəlsən, sən şokolad alacam. Söz verirəm. Yaxşı, mən qaçdım. Rüstəm! Aycan! Aya da işini sonra deyərəm. Sən məzələləri mənələri bunları. Bugün mənim günüm deyil də. Mahir, sən belə oğul deyildin, nə olub sənə? Biraz özdə əl al. Hala görmədin qız neynədi? Yatırsan qıb. Sən neyvə lazımdır necədir? Həkimsən, nəsən? Hə? Pərviz, cicdəmə. Pərviz, sən çox eşşək adamsan. Bunu deyirəm, başqa da sən demirəm. Kral, olmadı ki. Müəllim olursan, sən. Sən geri ədəbin hərkanı yerində olsun. Bunu evdə öyrən gəl. Ağzını təmiz saxla. Yox ha. Ha? Hüseyin hanım, ha? Nişanlı oğlan. Onu bilir. Ağzını təmiz saxla deyirəm. Nə edirsən ha? Yaxşı. Nə edirsən? Sən sənə söyləməyəcəksən. Sən döyən deyiləm, Pərviz. Sən döydükcə sırtma. Sən mənə döyəmirəm. Dostsun oğlum, dostsun oğlum. Bezmədiniz siz, ha? Bezmədiniz? Hasan kim bir-birinizi didəcəksiniz, ha? Hasan kimi! İmkan verin, sakit oturaq da, ha? Hadi. Niye gitti? Bir dəfə döy. Hə, Banu? Haradasan? Nə yaxşı sən gələyə bilmirsən? Harada? Yaxşı, gəlin. Oldu. Gördüm səni, qaçma. Niyə mənə düzünü demədin? Hı? Nə vaxta qədər gizləyəcəkdin? Yasemin mənə keçmişinizi danışdı. Necə sən haqlısan. Ürəyində nə varsa dinə saxlama. De. Yasemin niyə bağışlamadığını bilirəm. Dostunun ölümünü hələ də qəbul edə bilmirsən, ha? Dostum? Yasemin dedi ki, sən dostunla sevgili olub, o şeiri de dostun yazdırıb. Sonra ne olubsa ayrılıblar. Dostun da buna dözə bilməyib, ölüb. Mən elə bildim ki, Yasemin'lə sən deli olardım. Bir de başa düşdüm ki, səni nə qədər çox sevirəm. Bağışla. Yox, sən bağışla. Bağışla ki, sənə inanmadım. Bunu necə eləyə bildim? Yalanla nifrət edən insan axı mənə necə yalan danışa bilərdi? Səbinə yaxşı görsənmirsən ha. Məncə sən evə get. Yaxşı dostlar, mən doğrudan gedim. Nüsrət, tez sağal. Özünüzə yaxşı baxın. Hələlik. Nüsrət, Ay, ay. can bala. Ay. Mənəm, Fikrət müəllimdir. Eşitirsən məni? Nasıl Fikrət? Səni həmişə çox istəyən Fikrət müəllim.
Eşidirsən məni? Nə istəyirsən, hə? Nə istəyirəm? Michael Jackson. Marilyn Monroe. Michael'a salam deməndən. Deyirəm, cəmaat ölünə yaxın dədəsinin, nənəsinin, əmsin görür, dayısını görür. Bu Michael Jackson, Monroe, kuruğa baxın. Ay oğul. Nüsrət. Abala. Elə bir şey istə ki, onu tapıb gətirə bilək də. Hə? Hayır, nə istəyirsən? Ürəyin nə istəyir? De sifariş eləyim gəlsin, hə? Jolie, Angelina Jolie. Bu Fikrət müəllimə Brad Pittlə düşmən eləmə. Qaqa, onlar boşanmağını çoxdandan boşandı. Bu Fikrət mənim tapsa ancaq onun şəkillərini tapar internetdən. Jolie. Nə oldu Nüsrət? Hə? Müəllim, heç nə. Gələ Angelina tapaq da. Oğlum, Nüsrət, bax, nə istəyirsənsə denən. Meyvədən, şirniyyatdan, yeməkdən, kababdan sifariş eləyim, bu gətirsinlər, hə? Pizza. Sakit. Başıma vurur pizza. Yaxşı, sakit. Bu saat. Öldüm. Çipus, pahalı çipus. Yanda da meyve. Çipus. Çıpız. Aman yerim. Meyve. Anakonda. Nedir o anakonda? Ananas. Tango, mango. Hamısı da bahalıdır, hə? Allah! Ay müəllim, alın da bax xəstədir uşaq. Nə istəyirsə alın. Yaxşı. İndi nə istəyirsənsə sifariş eləyərəm, alıb gətirərlər. Al görüm. Kebap. Lülə başına. Nüsrət nə istəyirsə al gətir. Yaxşı? İyisi beynime vururum. Bu saat oğlum, narahat olma bu saat. Buna var öyle, beynime vururum. Yaxşı, sakit. Beynime vurur. Sakit ol. Allah Uzan. Belə uzanır mı? Hə. Nüsrət. Sakit ol. Nüsrət, sən xəstə ayağına restoran açsan, hə? Sakit ol nə? Grup yoldaşınız burada ölüm ayağındadır. Siz de zarafat ediyorsunuz. Sakit! Şimdi. Sen sakit ol. Sakit ol. Allah batdıq, Zakir müəllimə kim xəbər eləyir? Mən. Dedim biraz adrenalin olsun da, heyecanlı. Daş sen boş şadı. Afətin vəziyyəti necədir? Yox, saxla, eləşir. İşləyim düzdür? Narahat olmayın, müəllim, yaxşıdır. Ciddi bir şey yoxdur. Həm də ki, soyuğun günündə, tikintidə fəhlə işlərində belə olacaq da. Hamısı da bu Fikrət müəllimə görə oldu. Fikrət. Bu nə deməkdir? Zakir müəllim. Peşmanam. Vallahi peşmanam. Peşmançılıqdan keçib bu. Cəmaat uşağın dərsə oxumağa göndərir. Sən onları ara aparsan? Zakir müəllim. Keçən dəfə yadınızdadır. İclasa idman formasında gəlmişdi. Sakit. Bax bu avaralar mənim stoluma kley tökmüşdülər. Məni stola kleyləmişdilər. Bax, indi budur. Cəzalarını çəkirlər. Axırıncı dəfə olsun Fikrət. Axırıncı dəfə. Bir də belə şeylər eləsən, sənə ömürlük cəza fikirləşməli olacaq. Yaxşı. Uşaqlar, sizə də sözüm var. Bilirəm cavansınız, əylənmək istəyirsiniz. Bəziləriniz metroda gedəndə səsinizi atırsınız başınıza ki, ay qatarın benzini qutarıb. Falan kəs, yerə vermişəm, düşərsən. İlən mənim şutqalarım. Yaxşı. Nə oldu sənə? Belə şit zarafatlar eləyib gülürsünüz. Avtobusda qulaqcıq əvəzinə bərk səslə qulaq asırsınız.
Universitetdə müəllimlərin başına belə oyunlar gətirirsiniz. Zakir müəllim, bunlar elə bilirlər ki, həyat elə bundan ibarətdir. İllər keçəndən sonra bəzi şeylərə peşman olacaqsınız. Oğlum, al bu pulu, Nüsrəti başqa həkmədə göstər. Nə lazımsa eləyin. Yox, əməlim, narahat olmayın. Nüsrət sap-sağlamdır. Onda dekanınızdan sizə bir qonaqlıq. Vallahi çok sağ olun, evimin çok her şey yaxşıdır. Ben size atamdan da çok istəyirəm, vallahi. Avara, və sən ölməmişdin, hə? Ben, ne bak ben, yok vallahi ben şey dememiştim. Gəl Fikrət, gəl. Söhbətimiz hələ bitməyib. Uşaqlar, siz də bugünlük istirahət edin. Sağ ol. Sağ ol. Pulu ver görün bura. Pulu ver görün. Tez elə. Bura ver görün. Yok. Ver görün bura. Avaranın biri avara. Para bey. Darıxmışam, çox darıxmışam bana. Mən də çox darıxmışdım Turan. Ne yaxşı çıxardın işte. Ne yaxşı çıxdı. Banu qorxutma məni, ne olur. Banu, niyə beləsən, ne olur. Banu. Mən bura ayrılmağa gəlmişəm. Ola bilməz. Oldu. Zarafat edirsən. Zarafat edirsən. Ciddiyim. Muradı mənə nənəgilə göndərirəm. Həmişəlik. Zarafat edirsən. Zarafat edirsən. Denən ki, zarafat edirəm. Bir dəfəlik çıxıb gedirəm. Denən ki, zarafat edirəm. Denən ki, zarafat edirəm. Banu, denən ki, zarafat edirəm! İncəyə niyə yalan danışımsan? Əgər sən yalan danışmasaydın, mən də məcbur qalıb yalan danışmazdım. Gəl bu söhbəti bağlayaq. Onda sən də bu söhbəti bağla. Yaxşı? Qoyunca bax, bu cür xoşbəxt olsun. Əgər mən ona hər şeyi açıb danışsaydım, bəlkə də o özünü öldürərdi. Ona sənsiz həyat mənasızdır, Murad. Qoy heç nəyə bilməsin. O mənsiz qala bilməyəcək. Qoy da bu axırıncı yalanın olsun. Murad, mən bura səni kimlənsə ayırmağa gəlmədim. İstəsən də ayıra bilməzsən.
görə mən bu gün dərs üzü görmədim. Belə deyil idim mən. Bəli, mən də bu bradyarkalara görə avara qalmışam. Özümü belə mənəvi cəhətdən zəif hiss edirəm. Qaqa, mən elə gözümə açılansan belə arıqsan da, zəifsən. Yaxşı da, siz də gedin. Biz də yorulmuşuq. Nüsrət də qış yuxusunu davam eləsin. Afaq da gəl də güzgü görməmsən, gəl. Ay Nüsü, deyirəm birdən ölüb eləyərsən, səni necə sevdiyimi deyə bilmərəm. Lap dəli olaram, Nüsü, ay Nüsü, dur da nə olar? Niyə söndürdün Tural? Niyə oxumadın? Bana dəlisən sən. Mənə deyirsən çıxıb gedirəm Sarıgəl havasındayam mən. Yaxşı. Bəs mən də sənin gəlinin olacam axı. Nə? Murad icazə verdi. Zarafat elirdim. Vallahi zarafat elirdim. Hayda. Allah'ım teşekkür ederim, Allah'ım teşekkür ederim. Allah'ım bana deli sensin, bana da olabilir zarafat ediyorum bana. Delisən boğuldun, yaxşı, sakitləş. Sakit ol. Sakitləş. Seni seviyorum, Sirke, seni seviyorum. Ben de Tural. Ben bir gül sevdim. Onu torpağından ayırıp ovucumun içinde gizlettim. Elimi bərk-bərk sıxdım. Sıxdıqca da elim qanadı. Gülün tikanı elimi qanattı. Dediler, gülü seven tikanına dözməlidir. Dözmədim. Tez gül attım yere. Dedim hardan gelmişsense orada git. Ama yadıma düşmedi ki o gülü torpağından mən ayırdım. Daha o torpaq da onu qəbul edemez. Gül soldu. Gündən günə daha çok soldu. Birden gördüm ki elimin içinde bir iz kalıp.
tikanın izi. Bir de o gülün ətri. Ne dermanlar kömekledi o yaraya. Ne sular ətri yuyub apardı. Attığım yere gittim. Yok idi. Ne solmuşu kalmıştı, ne de ətri. Ben təkcə səni sevmişəm, hayır, vallahi təkcə səni sevmişəm. Kes sesini, kes sesini. Sen bir de sevgi sözünü ağzıma getirme, eşittin beni? Bir de o sözü ağzıma getirme. Oğlum bağışla, yalvarırım bağışla, qurban olum. Rədd ol həyatımdan. Cəhənnəm ol həyatımdan! Çıx get Gülşən, çıx get. Mən səni kişi kimi sevdim, eşittin beni? Mən səni kişi kimi sevdim, ama sen neylədin, ha? Sen neylədin, ha? Gör neylədin? Neynirsən sən? İndi bu şeirin heç bir mənası yoxdur. Sənə kim icazə verdi mənə aid olan keçmişi əlimdən alasan? Nə sənə aiddir? Nə? Bu şeirdə olan xatirələr, sən, mən, bizim sevgili olmağımız. Mən bu şeiri də, səninlə olan xatirələri də çoxdan torpağın altında bastırıb çürütmüşəm.